Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda yeni test toplusundan həndəsən əsas anlayışları bölməsindən ilk bölümün izahını verəcəm. Gəlin vaxt itirmədən keçək testimizin izahına. Bir nömrəli sualdan başlayırıq. Uzunluğu 39 cm olan düz xətt parçası 3 bərabər hissəyə bölünmüşdür. Kənar hissələrin orta nöqtələri arasındakı məsafəni tapın. Bunun qısa yolu var, amma bizim beynimiz biraz asılsın deyə bunun şəklini çəkərək tapaq. Bir AB parçası yazaq. Bu 3 hissəyə bölünübdür. 3 dənə bərabər hissəyə. Buradan bir bölək, buradan da bir bölək. Bura olsun C, bura olsun D. Bax, 3 dənə hissəyə böldüm. 1, 2, 3. Bizə nə deyir? Uzunluq 39 cm-dir. O zaman 3 dənə yerə böldünsə hər tərəfə nə qədər düşəcək? 13, 13, bir də 13. Bizə deyir ki, kənar hissələr buradır. Bax, bura ilə bura. Buraların orta nöqtələri arasındakı məsafəni tap. 13-ün yarısı edəcək 6/5, buradan bura. Buradan burada edəcək 6/5, bir də bura lazım olacaq. Yəni 6/5, toplam 6/5, topla 13. Bunlar 13 eləyər, bir də 13 əlavə edəndə 26 eləyəcək. Müəllim, bunun qısa yolu varmı? Var. Kənar nöqtələrin arası, məsələn, istəyir kənar nöqtə, istəyir ikinci hissə ilə beşinci hissənin ortaları arasındakı məsafəni tapmağın bir düsturu var. Düsturumuz budur. Orta nöqtələr arası məsafə A bölünsün N, vurulsun M çıxılsın K. A burada nədir? A parçanın uzunluğudur. Parça uzunluğu. Uzunluğu. Bəs burada N nədir? Neçə yerə bölmüsən? Neçə hissə? Hissələrin sayı. Hissələrin sayı. M ilə K nədir? İstədiyim, bax o hissələr arası var. Mənim istədiyim. Belə yazaq da MK istədiklərim yazaq. Belə daha loru şəkildə olsun. Məsələn, bizim bunu silsək, heç bir şəkil çəkmədən necə yazacağam? Mənə deyir ki, uzunluğu 39 cm. O zaman A'mız olacaq 39 cm parçamın uzunluğu. Bu neçə hissəyə bölünüb? 3 hissəyə bölünüb. O zaman N-imin qiyməti 3 olacaq. Deyir, kənar hissələr arasındakı məsafəni tap. 3 hissəyə bölünübsə, kənar hissə hansı olacaq? Birinci hissə ilə üçüncü hissədə, düzdürmü? 1, 2, 3 hissəyə bölünübsə, birinci hissə ilə üçüncü hissə arasındakı məsafəni soruşur. Yəni M ilə K'mız da M üçüncü hissə, K birinci hissə. Düsturumuz belə olur, bax. 39'u bölürsən, neçə hissəyə bölür? 3, 3'ə bölürsən. Sonra hansı hissələr arası məsafə istəyirdin? Üçüncü hissə ilə birinci hissənin ortası arası. Bunlar gedər, 2 qalar. 39'u 3'ə böləndə 13 edər. 2'ye də vuranda 26 cavabını alarıq. Düzgün cavab B bəndi. 42 nömrəli, daha doğrusu 2 nömrəli sualda deyir ki, uzunluğu 42 cm olan deməli parçaymış. Gəl bunu düsturuna yazaq. 42'ni bölürsən, neçə hissəyə bölünüb? 3 bərabər hissəyə, 3'ə bölürsən. Deyir, kənar hissələrin ortaları arasında 3 hissəyə bölünübsə, kənar hissə birinci hissə ilə üçüncü hissə olacaq. Üçüncü hissə ilə birinci hissə ortası arasındakı məsafə düsturunu tətbiq edirəm. 42'ni 3'ə böləndə 14 eləyər. Bu da cavabım 28 edəcək. Və yaxud da sən şəkillə də çəkərək tapa bilərsən. Uzunluq nə qədər olub? 42. 3 hissəyə bölünüb. 1, 2, 3. Bax, 3 dənə hissəyə böldük. O zaman hərəsinə nə qədər düşəcək? 14, 14, bir də 14 cm. Kənar hissələrin ortaları arasındakı məsafə buralardır. Buradan bura 7, buradan bura 7, buradan burada 14. Toplayırsan hamısını, yenə də cavabın 28 edir. Amma böyük rəqəmlərdə deyilən zaman düsturu tətbiq etmək daha əlverişlidir. 3 nömrəli sualda bizə deyir ki, nöqtələr verilibdir, alınan şüaların sayını tap. Şüaların sayının düsturu 2n'dir. N elementlərimin sayıdır, nöqtələrimin sayı. Burada 1, 2, 3, 4, 5 dənə nöqtə olduğu üçün şüalarımın sayı 10 dənə olacaq. Düzgün cavab B bəndi. 4 nömrəli sualda isə bizdən parçaların sayını soruşur. Düsturumuz M vurulsun, M-1 bölünsün 2 şəklindədir. Burada neçə nöqtəmiz var? 1, 2, 3, 4, 5. 5 dənə nöqtəmiz olduğu üçün N'in yerinə 5 yazıram. 5, 5'dən 1 çıxanda 4, bölürəm 2'yə. Bu da edəcək 10. Bizim parçalarımızın sayı 10 dənə, yəni C bəndi. 5 nömrəli sualda deyir ki, uzunluğu 48 cm olan AB parçası, bir AB parçası seçək. Bunun uzunluğu 48 cm-miş. Bizə deyir ki, bunun üzərində M nöqtəsi götürülüb.
Mən M nöqtəsini təsadüfən burada götürürəm. Sən sol tərəfdə götürə bilərdin, ortalıqda filan bir yerdə. Deyir ki, AM parçasının uzunluğu, bu uzunluq MB parçasının uzunluğundan MB-dən 7 dəfə böyükdür. Bəli, elə təsadüfən də düz götürmüşük ölçü olaraq. Demək ki, buranın uzunluğu x olarsa, AM bundan 7 dəfə. Deməli, AM parçasının uzunluğu MB-dən 7 dəfə böyükdür. O zaman bura 7x olacaq. Bizə deyir ki, MB parçasının uzunluğunu tap. Ümumi olaraq 8x edərmi? 8x 48-dirsə, x-im 6 edəcək. Məndən MB-ni soruşurdu. Düzgün cavabımız 6 cm, yəni A bəndi. Gəlin baxaq 6 nömrəli suala. Uzunluğu 35 cm olan AB parçası üzərində C nöqtəsi götürülmüşdür. Üzərində bir C nöqtəsi götürdüm. AC parçasının uzunluğu, bu uzunluq CB parçasının uzunluğundan 6 dəfə böyükdür. Bura x-dirsə, bura 6x. Toplam 7x 35 edərsə, x-imiz buradan 5 edəcək. CB-ni soruşurdu, 5 olacaq. Düzgün cavab B bəndi. 7 nömrəli sualda deyir ki, uzunluğu 20 cm olan AB parçası üzərində yenə bir AB parçasını çəkirəm. Uzunluğu 20 cm-dir. Bunun üzərində M nöqtəsi qeyd olunubdur. M nöqtəsi hardadır bilmirəm. Bax, haqsızlıq olmasın deyə qəsdən M-i hətta kənarda götürəm. Bəzən ortada da götürənlər var. İndi bizə deyir ki, AM və MB parçalarının orta nöqtələri arasındakı məsafəni tapın. Bax, AM və MB parçalarının orta nöqtələri arasındakı məsafəni tapın. Gəl sənə belə bir şey deyim. Bunun arasındakı məsafə x olsun. Bunun arasındakı məsafə y olsun. Hər iki məsafənin toplam cəmi nə qədər idi? 20 idi. İndi istəyirəm ki, AM ilə MB-nin orta nöqtələri arasındakı, bax, bunların orta nöqtələri arasındakı məsafəni tapım. Əgər bunun x, bura y-dirsə, yarısı x bölü 2, burada y bölü 2 eləməz. Bəli, orta nöqtəsi istəyirsənsə, demək ki, bura x bölü 2-dir. Burada nə qədər eləyəcək? Silirəm, y bölü 2-dir. Bax, bu məsafəni istəyirəm. Yəni, x bölü 2 üzərinə gəlinsin, y bölü 2. Bu da 2-də x plus y edər. 2 üstəgəl y 20 olduğu üçün 20-ni də 2-yə böləndə düzgün cavabımız 10 olacaq, yəni E bəndi. 8 nömrəli sualda deyir ki, uzunluğu 30 cm olan MN parçası üzərində bir MN parçası çəkirəm. MN. Deyir ki, uzunluğu nə qədər imiş? 30 cm. 30 cm. Bunun üzərində B nöqtəsi qeyd olunubdur. B nöqtəsi yenə deyirəm, təqribən məsələn burada olsun. Deyir, MB və BN parçalarının orta nöqtələri arasındakı məsafəni tap. MB ilə BN parçalarının orta nöqtələri arasındakı məsafə. Yəni, bax, bu məsafəni bizdən istəyir. Tamam mı? İndi gəl bu qalsın bir yana. Biz hələ bu məsafəyə nə deyək? X deyək. Buradan bura məsafəyə Y deyək. Toplam qiymət 30-dur. X üstə gələk Y 30 edər. İndi bunlar mənə lazım deyil. Mən nə istəyirəm? Bu burada dursun. Mən istəyirəm ki, orta nöqtələr arasındakı məsafə. Tamamı x istəyirsə, yarısı nə qədər olacaq? X bölü 2. Tamamı buradan bura y-dirsə, yarısı nə qədər olacaq? Burada y bölü 2. İndi bu aralarındakı məsafə nə olacaq? X bölü 2 üstə gəlinsin, y bölü 2. Bu da 2-də x üstə gələ y edəcək. X ilə y-in cəmi 30 olduğundan 30 da 2-yə böləndə 15 düzgün cavabımız B bəndi. 9 nömrəli sualda deyir ki, AB parçası üzərində deyir və AB parçasını çəkirəm. Həndəsədə qayda budur uşaqlar. Fikir versəz, bayaqdan AB parçası dediyi üçün misallardan oxumadan bunu çəkirəm. Bu bir incə bir hərəkətdir, amma biz müəllimlərin ən çox istifadə elədiyimiz və özümüzün də bəzən fərqində olmadığımız bir hərəkətdir. Yəni bu. Ona görə də siz də bunu eləyin. AB parçası dedi, çəkdim. Üzərindəki nöqtə, üzərində bir nöqtə var imiş. Bax, görsən, addım başı yazıram. Məsələn, bir nöqtə olsun. Bu bir nöqtə. Tamam, qaraladım. Deyir ki, onu birinin uzunluğu digər uzunluğunun 24% olan 2 hissəyə bölüb. Hə, birinin uzunluğu məsələn x-dirsə, o birisinin uzunluğu birinin uzunluğunun 24%-dir. Əgər bu x-dirsə, digəri də bunun 24%-dir. Yəni 2 vurulsun 24 bölünsün 100-dür. Çünki faizi biz belə tapırıq, düzdür? Deyir, bu alınan parçaların fərqi 76 imiş. O zaman biri x-dirsə, çıxsaq %24
x-i cavab eləməlidir 76. Deməli, bu kəsiri çıxanda necə çıxacaq? 100-də 100-ü x-ə vursaq 102x, 24x-də çıxanda 76x edəcək. Bu da 76-ya bərabərdir. Buradan 76-lar gedər, x-imiz 100-ə bərabər olacaq. AB-nin uzunluğunu soruşur, x-imiz 100-dür, bura 100 olacaq. X-imiz 100-dür, yerinə 100 yazanda bunlar gedəcək, 24 qalacaq. 100 burada, 24 burada, toplam 124. Düzgün cavabımız C bəndi. 10 nömrəli sualda deyir ki, AB parçası üzərində bir dənə AB parçası çəkək. Bu A, bu da B. Bunun üzərində bir nöqtə qeyd olunub. Tamam mı? Üzərində bir nöqtəni qeyd elədim. Deyir ki, bu nöqtə onu birinin uzunluğu digərinin uzunluğunun 36% olan iki hissəyə bölür. Birinin uzunluğu x-dirsə, digər bunun 36%dir. X vurulsun 36 bölünsün 100 eləyəcək. Deyir, alınan parçaların fərqi 64-dür. Alınan bu parçaların bir-birindən fərqi 64. 2 çıxılsın 100-də 36x bərabər 64. Bu da eləyəcək 100-də. Bax, kəsirlər çıxanda mən hər zaman belə istifadə edirəm. X-ə vurdun 100x. 36x çıxdın 64x. Bərabər 64-də. Bunlar gedəcək. X-imiz də eləyəcək 100. Demək x-imiz 100-dür. Yazanda yerinə burada 100-ü, burada 36 eləyəcək. Toplam uzunluğu soruşur. 136 eləyəcək. Düzgün cavab B. 11 nömrəli suala gəlin bir yerdə baxaq. M-in 14-dür. Bizə uzunluğu verib. Buranın uzunluğu 14-dür. Deyir ki, M-in, yəni bura bu 14. M-in N-dən 2 dəfə çoxdur. Demək bu 14 2 dəfə çoxdursa buradan, demək bura nə qədər düşüb? Bunun payına 7 düşübdür. Bizə deyir M-ni tap. Ümumi uzunluq nə qədər eləyəcək? 21, yəni E bəndi. 12 nömrəli suala baxaq. Deyir CB 8 cm-dir. Bu uzunluq 8 cm-ə bərabərdir. Daha sonra deyir ki, AC parçası CB-dən 2 dəfə uzundur. Bu AC, bu CB-dən 2 dəfə uzundur. O zaman bura nə qədər düşəcək? 16. Bizdən soruşur ki, AB-ni tap. Toplam uzunluq 24 olacaq. Yəni A bəndi. 13 nömrəli suala baxaq. AC parçası CB-dən 20% çox imiş deyir. CB 25'dir. CB'nin uzunluğu onsuz da bize verib. Ne kadar imiş? 25. AC'də bundan ne kadar çox? 20% çoxdur. Gəl 20% ne kadar çoxdur deməkdir. Yəni 25'dən 20% çoxdur. 25'in 20%'ini tapsan, birinci yol belədir. Bunlar ixtisar gedəcək 4 qalar. 20'ni də 4'ə bölündə 5. Yəni nə qədər çoxdur? 20% çoxdur. Yəni nə qədər çoxdur? 5 qədər çoxdur. Bu 25 isə, bu da bundan 5 qədər çoxdursa, bura 30 eləməlidir. Toplam uzunluğu soruşur. 55 olacaq, yəni C bəndi. Və yaxud da belə tapa bilərsən. Bunu bilmirsən də tutaq ki, düzdürmü? Bu amma 25'dən 20% çox olduğunu bilirsən. O zaman 25'i 20% artır görək. Nə qədər eləyir ki, yəni sən məndən 20% artıqsan. 20% artırmaq 100'də 100 yox, üstündə 20 gəlirsən, 100'də 120'yə vurmaq deməkdir. Bunlar ixtisar gedəcək, qalacaq 4. 120'ni də 4'ə böləndə 30 eləyəcək. Demək ki, bura 30'dur. Konkret buranın nə olduğunu tapır. Toplam uzunluğu soruşur 55 olacaq. 14 nömrəli sualda deyir ki, CB 20 cm-dir. Baxın, bura 20 cm-dir. Deyir ki, AC parçasının uzunluğu AB-nin 20%-ni təşkil edir. Bax, AC parçasının uzunluğu, bax bu uzunluq. Ümuminin 20%-ni təşkil edir. 6 cm yazdıq, gəl üstdə faiz yazaq. Bura 20%-ni təşkil edirsə, bura nə qədər faizini təşkil edər? Müəllim, burada 80%-ni təşkil edər. 80%im 20-dirsə, bax, 80%-imin payına 20 cm düşdüsə, ümumi uzunluğu istəyirəm. Ümumi uzunluğum 100%-dir. 100%-imə neçə santimetr düşəcək? Bu tənasübü həll edirəm. Tənasüb həll edən zaman bu qısa yollardan istifadə edə bilərsiniz. Müəllim, hansı? Bax, bu sıfırla bu sıfırı alt-alta silə bilərsən və yaxud da yan-yana da silə bilərdin. Daha sonra heç nə elə vur. 8x bərabərdir 20 vurulsun 10'a. Deməli, 8'i 4'ə bölərəm 2, 20'ni 4'ə bölərəm 5, 10'u 2'yə bölərəm 5. X-də eləyəcək 25. Toplam uzunluq soruşur 25, yəni düzgün cavab E bəndi. 15 nömrəli sualda deyir ki, C nöqtəsi AB parçasını, bax bu C nöqtəsi
Deməli, bu C nöqtəsi bu AB parçasını A-dan başlayaraq 2-nin 3 nisbətində bölür. 2K bura olacaq, 3K da bura olacaq. Mənə deyir AC bölək, yəni bölməyi belə veribdir AB-yə. Tamam. AC-nin uzunluğu nə qədərdir? 2K. 2K bölək AB-nin uzunluğu nə qədər olacaq? 5K. 2K-nı 5K-ya böləndə nə olacaq? 2 bölü 5. 2-ni 5-ə böləndə 0,4 olacaq. Düzgün cavabımız D. 16 nömrəli sualda deyir ki, M nöqtəsindən başlayaraq E nöqtəsi. Bax bu suallar asan olsa da diqqətlə qulaq asın. Deyir M-dən başlayaraq, tamam mı? Bəzən bu verir, başqa yerdən başlayaraq deyir. M-dən başlayaraq, yəni buradan başlayaraq hansı parçanı? M-in parçasını. M-in hansıdır? Bax bu parçadan söhbət gedir. E nöqtəsi M-dən başlayaraq M-in parçasını 3-ün 5-ə nisbətində bölür. O zaman bura 3K, bura 5K olacaq. Bizdə deyir E-ni bölək, M E-ni soruşur. E-ni 5K'dır. Bölünsün M-in ikisinin cəmi 8K'dır. Bunlar gedəcək, cavab 5 bölü 8 olacaq. A bəndi. 17 nömrəli suala gəlin bir yerdə baxaq. C nöqtəsi AB parçasının orta nöqtəsidir. Bir dənə AB parçası çəkirəm. Bura olsun A, bura olsun B. C nöqtəsi bunların orta nöqtəsidir. D nöqtəsi isə, bax D nöqtəsi isə C ilə B-nin arasında yerləşir. Burada olsun D nöqtəsi. Deyir AD A-ya bərabərdir. Bu uzunluq A-ya bərabərdir. Bax buradan bura. Daha sonra deyir BD B-yə bərabərdir. Bu uzunluq B-yə bərabərdir. Mənə deyir DC-ni tap. DC də buradır. O zaman mən nə ayıracam? Bax, buradan bura A-dır, düzdürmü? İşarəsini qoyduğumuz yer A-dır. Əgər A-dırsa, bax buradan bura da B-dir. Ümumi uzunluq nə qədərdir ümumiyyətcə? A bura qədər, B də buradan bura qədər. Ümumi uzunluğumuz A üstəgələk B-dir. C də AB-nin yarısı olduğu üçün, bax bu C AB-nin yarısı olduğu üçün, ümumi uzunluğum da AB olduğu üçün, bax burada bir yarıdır, buradan bura bir yarıdır. O zaman bura A üstəgələk B bölünsün 2-dir. Əslində o zaman bu tərəfdə, bax buradan bura qədər, əslində bax bura. Burada A yarısı eləyəcəkdir, yəni A üstəgələk B bölünsün 2 də buradır. İndi bura nədən ibarətdir? Artıq X-dən B-dən. Demək X-in üzərinə B gələndə A üzərinə gələnsin B bölünsün 2 alınır. Məndən soruşur ki, DC-ni tap, yəni X-i tap. X də bərabərdir A üzərinə gələnsin B bölək 2-dən, çıxıram B-ni. Bu da nə edir? A üstəgələk B böl 2-dən 2B-yə dəyir. Çıxıram 2B-ni, bu da eləyir A çıxaq B bölünsün 2. Düzgün cavabımız C bəndi. 18 nömrəli suala deyək ki, C nöqtəsi AB parçasının orta nöqtəsidir. O zaman bir dənə AB parçası çəkirəm. Bax, diqqətli ol. Bu AB parçasıdır. C bunun orta nöqtəsidir. Tamam mı? Buradan bura qədər məsafə ilə, buradan bura qədər məsafələr o zaman eynidir. Bunu unutma. Deyir ki, AB düz xətti üzərində D nöqtəsi AB düz xətti üzərində B nöqtəsindən sağda yerləşir. AB düz xətti üzərində. Bax, düz xətti nə demək? Düz xətt sonsuzdur. AB düz xətti budur. AB parçası buradan bura qədərdirsə, AB düz xətti sonsuzdur. Ona görə deyək ki, AB düz xətti üzərində B-dən sağda yerləşir. O zaman D-miz buralarda bir yerdə olsun. Burada olsun D nöqtəsi. Deyir AD A-ya bərabərdir. AD ümumi uzunluq buradan bura A-ya bərabərdir. BD B-yə bərabərdir. Buradan bura qədər uzunluq da B-yə bərabərdir. Məndən DC-ni istəyir. Yəni buranı istəyir. İndi gəl sənə bir şey deyim. Əgər bu ümumi uzunluq A-dırsa, ümumi uzunluq B A-dırsa, bu balazıya B düşübsə, ümumi bax buradan bura A-dır. Tamam mı? B də buna düşübsə, o zaman geriyə qalan bu hissə nə olacaq? Tamamı A-dır. Bax, tamamı A-dır. B-ni verdinsə, tamamı A-dır. B-ni verdinsə, o zaman geriyə qalan bu hissə, bu da olacaq A çıx B. Düzdürmü? Bu uzunluq A çıx B uzunluğu olacaq. İndi mənə də lazımdır. Bu da AB-nin yarısıdır. Burada olacaq A çıx B-nin yarısı. Məndən CB-ni istəyir. Yoxsa DC-ni istəyir. Məndən DC-ni istəyir. DC buradır. O zaman mənim cavabım olacaq nə? A çıx B böl 2
üzərinə gələnsən bu B. Bu da edəcək neçə? 2-ni B-yə vurarsan. A çıx B üstə gələ 2B bölünsün 2. Yəni 2-də 2B-dən B çıxanda B qalar. A üstə gələ B. Düzgün cavab A üzərinə gəlsin B bölə 2 B bənd. 19 nömrəli sualda deyir ki, AB parçası deyirsə ilk öncə gəl biz AB parçamızı çəkək. Bura A olsun, burada B olsun. A nöqtəsindən başlayaraq, yəni buradan başlayaraq C nöqtəsi ilə, C nöqtəsi hardadır bilmirəm. C nöqtəsi ilə 4-ün 5-ə nisbətində bölünüb. O zaman C nöqtəsi burada olası deyil. Çünki 4-ün 5-ə belə saçma olmaz. Ona görə də C nöqtəmiz harda olacaq? Təqribən belə bir şey olsun. 4K-nın 5K-ya nisbətində bölündüyünü deyir. İndi bax, sualın ardında deyir ki, D nöqtəsi də 7-nin 2-yə bölünmüşdür, oxumuram. Mənə nə lazımdır? AC 8-dir deyir. AC 8-dirsə, demək bu uzunluq 8-dirsə, 4K 8-dirsə, K-mız 2 edəcək. 2 dəfə 5-in bura edəcək 10, bura edəcək 8. Tamam mı? Vəssalam, mənə bura lazım idi. İndi deyir ki, daha sonra nə deyir? D nöqtəsi ilə 7-nin 2 nisbətində bölünmüşdür. O zaman D nöqtəsi ilə 7 bölü 2 nisbətində bölünürsə, o zaman D nöqtəsi haradasa buralarda bir yerdə olmalıdır ki, D nöqtəsi ilə 7K-nın 2K nisbətində bölə bilsin. İndi baxaq. Ümumi uzunluğumuz 8 ilə 10 idi. Toplam uzunluğumuz 18-dir. K-larla da yazdığımız üçün 7K ilə 2K 9K edər. 9K 18-dirsə K-mızın qiyməti 2 edəcək. 2 dəfə 2 bura 4 elədi. 2 dəfə 7-im 14 də bura elədi. Buradan bura 14-dür. Deməli 8-imiz AC-nin payına düşübsə, bura nə qədər düşəcək? 6 da bura düşəcəkdir. Bizdən CD-ni soruşur 6 cm, yəni A bəndi. 20 nömrəli sualda deyir ki, AB-nin KB-yə nisbəti 5-in üstədir. AB-nin KB-yə nisbəti. AB buradır, KB də buradır. O zaman AB-yə biz 5K desək, KB-yə neçə K deyəcək? 3K öz deyir. O zaman bura neçə K düşəcək? Burada düşəcək 2K. İndi mənə deyir AK bölək AB-ni tap. AK bölək, yəni 2K bölək AB-ni tap. AB-də 5K-dır. Bu da eləyəcək K-lar gedəcək. 2 bölünsün 5 C bəndi. 21 nömrəli sualda deyir ki, EM-nin MF-yə nisbəti 2-nin 5-ədir. O zaman EM-yə biz 2K deyək. EM haradır bura? Bura bir 2K deyək. MF-yə də 5K deyək. Bizə nə istəyir? EF bölək MF. EF buradır. Ümumi 7K bölünsün MF-ni istəyir. MF haradır? Buradır. 5K-ya. O zaman cavabım 7 bölək 5 olar. Çünki K-lar gedəcək. Düzgün cavab deyək. 22 nömrəli sualda nöqtələrin sayı ilə şüaların sayını veribdir. Nöqtələrin sayı 2-dir. Şüa sayı düsturu nə olacaq? 2n. 2 dənə nöqtəm varsa, əgər nöqtəm sayı 2-dirsə, şüa sayım neçə olacaq? 2 vurulsun 2, 4. O zaman şüa sayım 4 olacaq. N-imizin qiyməti 4 oldu. Daha sonra 3 dənə nöqtəm varsa, düsturumuz 2n-dir. N-in yerinə 3 yazanda 6 eləyəcək. Cavabımız buna 6 uyğun gələcək K-ya. Daha sonra yenə deyirəm, düsturumuz 2n-dir. Əgər sənin 4 dənə nöqtən varsa, 2 vuraq 4-dən 8 dənə şüan olacaq. Buna da uyğun gəldi M. Bu da bərabər M-ə. Mənə N-lə M-i topla, öz deyir, N-lə M-i topla, K-nı çıx istəyir. N 4-dür, M 8-dir. Topladım 12, çıxıram K-nı 6-nı, cavabımız 6 olacaq. 23 nömrəli suala gəlin baxaq. Düz xətt üzərində bir dənə düz xətt çəkək. Bunun üzərində A, B, bir də C, bir də D. Nöqtələri ardıcıl qeyd olunub. AC BD-yə bərabər imiş. AC buradır, bax. Bura. AC BD-yə bərabərdir. Və uzunluqları 17-dir. Tamam. AD 23-dür. Ümumi uzunluq 23-dür. BC-ni soruşur. Buranı soruşur. O zaman gəl belə eləyək. Bu işarələdiyim yerlərin uzunluqları nə qədərdir? 17. Buralar 17-dirsə, x-in buradırsa, BC-ni bilmirəm axı, x-in buradırsa, 17-dən x-ini bura verdin. Bura nə qədər qalar? 17 çıx x. Gəl baxaq o birisinə. Bu iştiqlənmiş də 17-dir. Niyə? Çünki AC ilə BD eynidir deyir. Burada 17-dir. X-ini bura verdinsə, 17 çıx x də bura qalar mı? Qalar. Ümumi uzunluq 23-dür.
toplam uzunluq 23. Yəni 17 çıx 2x üstəglə 2x üstəglə 17 çıx 2x 23 etməlidir. Mənfi x müsbət x gedər. 17 17 34 çıxılsın x bərabər 23-dürsə x-imiz də bərabərdir. 34-dən 23-ü çıxaram. Cavabımız 11 olacaq. Bizdən elə soruşurdu ki, BC-ni tap, x-i tap, yəni 11 B bəndi. 24 nömrəli sualda yenə bir düz xəttdən söhbət gedir. Düz xəttimizi çəkək. Deyir, düz xətt üzərində ABCDY nöqtələri verilmişdir ardıcıl olaraq. Bura A-dır, bura B olsun, C olsun, D olsun, hətta E olsun. AB ilə BC-nin cəmi AB ilə BC-nin bu cəmi 32 edib. Özü şərtdə deyir. Sonra deyir, AB ilə CD-nin cəmi 30 edib. Bu AB ilə CD-nin cəmi 30 eləyibdir. Tamam, o zaman G hərfləri qoyaq artıq bura. Bura X olsun, bura Y olsun, bura Z olsun. AB ilə BC, yəni X ilə Y-in cəmi 32-dir. Daha sonra deyir, AB ilə, yəni X ilə Z-in cəmi. Bu isə 30-dur. 2 dənə AB şərtdə verib. 2 dənə AB çıxılsın DY 4-dür. Bir də AY-ni verib. AY 78 olarsa DY-ni tapın. Bax, AB-nin qiyməti nə qədər oldu? Məsafəsi X. AB-nin yerinə X yazaq. DY-nin yerini bilsən, yox müəllim. DY də yazıram Y. Hətta Y yazmışıq, bura olsun 1K. DY-miz də K-dır. Yəni 2x çıxılsın K bərabər nəyə? 4-ə. AY-miz də 78-dir. AY nədir? Hamısının cəmi. Bax, buradan bura qədər. Yəni x topla, y topla, z topla, k-mız da 78. Gəlin belirləyək. Əlimizdə bunlardan başqa nəsə yoxdur. Bunları alt-alta toplayacağım. 2 dənə x üstəgilək y üstəgilək z 32 ilə 30 64 eləyər. Düzdürmü? 2 dənə x, bir dənə y, bir dənə z 64 eləyər. Gəl belirləyək. İndi bura bax. Məndən 2x istəyirəm. Bax, 2x, y, z. Burada 1x var. Hər tərəfə x əlavə elə. Bax, bura x əlavə elədim. Burada x əlavə edirəm. Buna haqqım çatır. x2, 2x elədi. 2x üstəgilək y, üstəgilək z, üstəgilək k bərabər 78 üstəgilək x. Bax, 2x, y, z nəyə bərabərdir? 2x, y, z 64-də. O zaman mən bunun yerinə nə yazaram? 64 üstəgilək k bərabərdir 78 üstəgilək x yazaram. Düzdürmü? Məndən soruşduğu dy-dir. dy nədir? K. Məndən k-nı soruşur. K-nı soruşursa bizdən, bax, buradan 2x nəyə bərabərdir? 4 üstəgəl k deyil. Bax, bunu həll edəndə. Mən buradan deməli, k-nı tapaq. K nəyə bərabərdir? 2x çıxılsın 4-ə. K-nın yerinə 2x çıxılsın 4 yaz. K-nın yerinə 2x çıxılsın 4 yazdım. 64-dən 4 çıxanda 60. Üstə gəlinsin 2x bərabərdir 78 üstə gəlinsin x. 2x-dən x çıxdım, x qalar. 78-dən 6 çıxdım, 18 qalar. X-im 18 olduğu üçün indi məndən k-nı soruşur. 18 yerinə yazaram. K bərabərdir 36 çıxılsın 4-dən. Düzgün cavabımız 32 olacaq. Yəni C bəndi. Gəlin baxaq 25 nömrəli suala. Belə bir uzunluğu 60 cm olan AB üzərində C və D nöqtələri qeyd olunmuşdur deyir. Amma hansının C, hansının D haqqında bir məlumat verməyibdir. Ona görə biz bu şəkildən 2 dəfə istifadə edəcəyik. Çox güman ki. Gəl 2 dəfə bundan çəkək. Bir də AB çəkirəm. AB. Uşaqlar, ya CD belə olmalıdır, ya da CD belə olmalıdır. Düzüm, hər iki halada baxacaq. Deyir, uzunluğu 60 olan AB üzərinə götürülmüş C və D nöqtələri onu A nöqtəsindən başlayaraq 2, 3, 5 nisbətində bölür. O zaman bura 2K, bura 3K, burada 5K olacaq. Və yaxud da 1 ola bilər. 2K, yenə 3K, burada 5K ola bilər. Toplam 60 olduğu üçün cəmi 10K edər. 10K 60-dırsa, K-mızın qiyməti 6-dır. 6 dəfə 2-im 12, 6 dəfə 3-üm 18, 6 dəfə 5-im 30. Yenə 12, 18, 30 olacaq. Bizə soruşur ki, BD parçasının BD hansıdır? Bax bu. Bax bu. Bu BD parçasının alacağı qiymətlərin cəmi. BD burada var. Burada nə ala bilər? BD 30 alıb. Üstə gələk. BD burada nə alıbdır? 30 ilə 18-in cəmi
48 də ala bilər. O zaman cəm 78 olacaq. E 26 nömrəli suala gəlin bir yerdə baxaq. AB parçasının bir ucundan AB parçası çəkək. Bizim AB parçamızdır. Bir ucundan, məsələn, hər hansı bir ucu olsun, bu ucu götürək məsələn. Bu ucundan onun 20%, AB parçasının 20%. Tutalım ki, 20% belə kəsilərək, buradan bir kəsik atılıb, 20%lik bir kəsik atılıbmış, tamam mı? Və deyir, AD parçası yaranıb, olub AD parçası. Digər ucundan isə AB'nin uzunluğunun 70% artırılaraq, bax, 20% buradırsa, geriyə nə qədər qaldı? Mənim geriyə qaldı 80%. Ümumi 100% də düzdürmü? İndi deyir ki, AB'nin digər ucundan AB'nin uzunluğunun, yəni 100%-in 70% artırılaraq. Uşaqlar, əvvəl 100 imişsə, 70% artırılırsa, burada artım olacaqsa, bu olacaq nə qədər? 170%, düzdürmü? O zaman bura 100-dürsə, bura nə qədər qalacaq? 70% artırıldı. Deyir, DY parçası alındı. O zaman DE parçası. Burada da bir dənə DY parçası alındı. Mənə nə deyir? Deyir, DY 60 imiş. DY'nin qiyməti 60'dır. DY bura deyil. Bəli. 150%. Faiz olarak 150'dir. 150% 60 qiymətini verirsə, AB'nin uzunluğunu sorulur. AB'də buradır. AB toplam faiz neçədir? 100. 100%-imə də x deyərəm. Buradan x'i tapmaq üçün 60 vurular 100'ə, bölünər 150'yə. 1 0 1 0 apardı. 15 ilə 60 gedər, 4 qalar. Cavabım 40 olacaq. E bəndi. Gəlin baxaq 27 nömrəli suala. Düz xəttdən, düz xətt dediyi üçün bir tane düz xətt çəkirəm. 3 cm məsafədə yerləşən nöqtədən, düz xəttdən 3 cm məsafədə bir nöqtə varsa, o yerə perpendikulyar olmalıdır. Bax, məsafə, bunu qabaqda deyəcəm. Məsafə demək perpendikulyar deməkdir. Düz xəttdən, bax, bu düz xəttimdir. Bu düz xəttdən, deməli, 3 cm məsafədə, 3 cm də bu olsun da yerdən. Nə qədər məsafəymiş? 3. Tamam. 3 cm məsafədə olan bu nöqtədən bu düz xəttdə uzunluqları 5 cm olan 2 dənə mail çəkilib. Mail budur. Bax, belə əyri. Uzunluqlar nə qədər? 5'in 5'e olan 2 mail çəkilibdir. O zaman Pifagor teoreminə görə 5 buradırsa, 3 buradırsa, 4 da bura olarmı? Yenə 5, 3, bura 4 olarmı? Sualda deyir ki, 2 dənə maillərin oturacaqları, maillər bunlardır. Bunun oturacaqları da bunlardır. Deyir, oturacaqları arasındakı məsafəni tap. 4 ilə 4 eləyəcək 8. Düzgün cavabımız 8. 28 nömrəli sualda deyir ki, D nöqtəsi, baxın bu nöqtə, AB parçasının orta nöqtəsidir. Yəni, AB buradırsa, orta nöqtəsi D'dir. Buradan bura olan məsafə ilə buradan bura məsafələr eynidir. Diqqətli olaq. Deyir ki, AC 10'dur. Bu uzunluq 10 imiş. Daha sonra deyir, CB 2 imiş. Bu uzunluq 2 imiş. O zaman toplam uzunluq nə qədərlərdir? 10 bura, 2 bura, 12. O zaman AB 12'dir. D də orta nöqtə olduğu üçün o zaman AD, DB eyni şeydir. Çünki yarısı da AD ilə DB eyni şeydir. Və uzunluqları 12'nin yarısı nə qədər eləyər? 6. Demək bura 6'dırsa bu uzunluq da 6 olmalıydı. İkisini bura vermişsənsə 4'ü bura qalacaq. DC parçasının uzunluğunu soruşur. Düzgün cavabımız 4 olacaq. 29 nömrəli sualda deyir ki, C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq, bir C nöqtəsi var. AB parçasını A nöqtəsindən başlayaraq 2-3 nisbətində bölür. Bura 2K'dırsa, bura 3K'dır. AB 45'dir. Ümumi uzunluğu deyir də, yəni 45'dir. O zaman 5K 45'dirsə, özü deyir 45'dir. K'mız buradan 9 eləyər. CB'ni soruşur. CB'miz 3K'dır. 3'ü vuraram 9'a. Cavabım 27 edəcək. Düzgün cavab 27. Deyir ki, C nöqtəsi AB parçasını, yenə bir AB parçası çəkək. C nöqtəsi AB parçasını, burada da bir C nöqtəsi qeyd edək. A nöqtəsindən başlayaraq 3-5 nisbətində bölür. O zaman bura 3K'dırsa, bura 5K'dır. AC 120 imiş. Bax, bu uzunluq 120'dir. O zaman 3K'ya 120 uzunluq verirsə, K'mız nə qədərdir? 40. 40'ı da 5'ə vuranda neçə eləyəcək?
200. Burada nə qədər imiş? 120. Məndən nə istəyir? AB-ni tap. AB 120 ilə 200-ün toplam cəmi 320 olacaq. Düzgün cavabımız 320-dir. 31-ə bax. 31-də deyir ki, düz xətt üzərində 6 nöqtənin əmələ gətirdiyi şüaların sayı, gəl şüaların sayını tapaq. Düsturumuz 2n'dir. 6 nöqtəm varsa 2 dəfə 6'm 12 dənə nəyimiz var? Şüa. Deyir ki, parçaları neçə faizdir? Parçalarımızın sayını tapmaq üçün düsturumuz n vurulsun n-1 bölək 2'dir. Deyir 6 nöqtəm var. 6'nı yerinə yazsaq 6 vuraq 5 bölünsün 2'dən 15 dənə də mənim parçam var. Sualda deyir ki, şüaların sayı parçaların sayının neçə faizdir? Şüalar 12'dir. 12 15'in neçə faizdir deyirsənsə, yadda saxla. Kimi birinci axtarırsansa, mənim axtardığım parça deyil. Şüaların sayı parçanın neçə faizidir? Mən şüalarla maraqlanıram. Tamam mı? O zaman maraqlandırdığını kəsrin surətində yazırsan. Şüa parça neçə faizdir? Şüam 12 dənədir. Parçam nə qədərdir? 15'i yazsam məxrəcə vurursan 100'ə. Bunları aparsan 5'ə 3'ə ixtisar. Burada qalar 5, burada qalar 4. 100 ilə 5 gedər 20. Cavabımız 80 olacaq. 32 nömrədə eyni bundan bir sualdır. Düz xətt üzərində 8 nöqtə qeyd olunub. O zaman şüalarımın sayı 2n'dən 2 dəfə 8'im nə qədər edəcək? 16 şüa var. Parçalarımın sayı nə qədər olacaq? N vurulsun n çıx 1 bölü 2'yə. 8 yazsaq yerinə 7 bölək 2'dən 28 dənə parçam var. Bu da şüam da 16 dənədir. Deyir ki, parçaların sayı şüanın neçə faizdir? Bu səfər parçalarla maraqlanır. Parçaların sayı şüanın neçə faizdir? O zaman maraqlandırdığını yazırsan kəsrin surətinə. Digərində yazsan aşağı 16. Bölü vurursan 100'ə. 4'ə böləndə 4, 4'ə böldün 7. 100'ü 4'ə böldün 25. 7'ni 25'ə vuranda 7 və 5'im 35, 14, 175 olacaq. Düzgün cavabımız. 32 nömrəli sual. Deməli, bizə belə bir şəkil veribdir. Deyir ki, hələ uzunluqları verilib, onları birinci yazacağım. AC BD-yə bərabərdir. Bu AC BD-yə bərabərdir və uzunluqlar 18'dir. 18 budur, 18 də budur. İndi gəl baxaq. CK-nın KD-yə nisbəti 3'ün 2'yədir. CK-nın KD-yə. Bura nə qədər imiş? 3K. Burada 2K. AK-nın KD-yə nisbəti 9'un 2'yədir. Bax, AK-nın KD-yə. AK haradır? Bax, buradır AK. AK-nın KD-yə nisbəti. Nə qədər imiş? Bax, diqqətlə qulaq as. 9'un 2'yə. Mənə bunu da K yazım olmaz. Bura 9x, bura 2x yazsın. Müəllim niyə? Bu başqa nisbətdir, bu başqa nisbətdir. Bax, qətiyyən ha. İndi müəllim KD-ni bayaq 2K tapdım, sən də 2x tapdım ki, bərabərləşdirək. 2K bərabər 2x-dirsə, bunlar gedər elə KX-ə bərabərdir. Hə, KX-lə eynidirmi? Onda silib hamısına K ilə yaza bilərəm. Bura 2K-dır zaten verib. Bura 9K-dır. 3K-sını istifadə elədimsənsə, geri qalacaq 6K. Düzdürmü? 2K-da zaten var. İndi bax, 6K 18-dirsə, K-mızın qiymətinə nə qədər düşər? 3 dəfə düşər. Düzdür. İndi məndən CB-ni soruşur. Bu K-nın yerinə 3 yaz. 3 dəfə 3'üm 9. 3 dəfə 2'm 6. Məndən CB-ni istəyir. CB buradan buradır. Yəni 9 plus 6 plus 18'dən 15 üstə gəlinsin 18. Yəni 33 düzgün cavabımız olacaq. Uşaqlar, baxın, CK-nın KD-yə nisbəti 3'ün 2'yə verib 34 nömrəli sualda. CK-nın KD-yə nisbəti. CK-nın KD-yə. Yəni bax, bura 3K-dır. Qəbul edək. 3K-dır. KD 2K-dır. CK 3K, KD 2K. AK-nın KD-yə 7'nin 2'yə veribdir. Bax, diqqətlə qulaq as. AK-nın KD-yə. Buranın da 7'nin 2'yə veribdir. Bura 7x deyəcəm, bura 2x deyəcəm. Ay müəllim, yenə 2x ilə 2K eyni elədi. Hə, indi yenə x-ə K demək olar. Bura 2K-dır, bura 3K-dır. Bura x-in yerinə 7K yazaram. 3K-sını istifadə eləmisənsə, bura 4K düşəcək. Bax, bunu da silirəm, ehtiyac yoxdur. Tamam mı? Burada neçə K idi? 2K. İndi mənə nə verib?
AC BD'ye bərabərdir. 16 imiş. AC 16'dır. BD də 16'dır. 4K 16'dırsa K neçə eləyəcək? 4. 4 dəfə 3'üm bura 12 eləyər. 4 dəfə 2'm bura 8 eləyər. Məndən CB-ni soruşur. CB buradır. 12 topla 8 plus 16'dan 20, 16, 36 cavabım olacaq. Gəlin baxaq 35 nömrəli suala. Deyir AB parçası üzərində götürülmüş C nöqtəsi onu A nöqtəsindən başlayaraq, bax görsən C nöqtəsi A'dan başlayaraq 2-3 nisbətində bölür AB parçasını. 2-3 nisbətində bölür. O zaman bura 2x'dirsə, burada 3x olacaq. AB parçası bu düz xətt üzərində hər iki ucuzdan 5 cm artırılarsa, AB parçası hər iki ucuzdan 5 cm artırılır. Demək ki, burada 5 cm-dir. O santimetrləri aşağı yazaq. Bura 5 cm-dir. Burada 5 cm-dir. MC-nin CK-ya nisbəti 3-ün 4-dədir. MC-nin CK-ya nisbəti, bax bura nisbəti. MC-nin CK-ya nisbəti 3-ün 4-dədir. Bura 3K deyəsən, çünki x yazmısan. Burada 4K deyəcəm. Tamam mı? İndi gəldik nələrə baxmağa. Fikir ver. 3K var. Bura var. Bir də bura var. Sənə nəyi birləşdirir? Bax 5. Üstünə 2x gəlsən, sənə 3K-nı vermir. Bəli, müəllim. Başqa. Bu aşağıdakına baxsaq 5. Üstünə 3x gəlsən, sənə 4K-nı verir. 5. Üstünə 3x gəlsən, mənə 4K-nı verir. Bunları alt-alta çıxsaq, 5'lər gedər. 3x'dən 2x çıxanda x qalar. 4K'dan 3K'nı çıxanda K qalar. Hə, x ilə K yenə eyni şey oldu. O zaman bunları silirəm. K'nı silib yerinə 3x yazıram. K'nı silib yerinə x yazıram. 3x'dən 2x'in bura vermisənsə x bura qalar. 4x'dən 3x'in vermisənsə 2x bura qalacaq. Tamam mı? X'imin qiymətini neçəymiş? 5 imiş. 5 dəfə 2'm bura 10 eləyər. 5 dəfə 3'üm 15 bura eləyəcək. A B'ni soruşurdu. A ilə B'nin toplam qiyməti 10 üstə gələk 15'dən 25 olacaq. Gəlin baxaq 36 və sonuncu nömrəli sualımıza. Deyir C nöqtəsi AB parçası üzərində götürülmüş C nöqtəsi. Bax C'ni ayrı bax AB'nin üzərində olduğunu vurğuluyor. AB üzərində götürülmüş bir C nöqtəsi. AB'ni A nöqtəsindən başlayaraq 2'nin 5'ə nisbətdə bölür. Nisbəti yuxarı yazar. Bura 2x'in 5x'ə nisbətində bölübdür. Deyir AB parçası bu düz xətt üzərində hər iki tərəfdən 10 cm artırılarsa, AB parçası hər iki tərəfdən 10 cm artırılıb. Bura 10 imiş, burada 10 imiş. Tamam mı? Santimetrləri olanları aşağı yazıram. Nisbətlər yuxarı. MC-nin CK-ya 3'ün 5'ədir. MC haradır? Bax bura. MC-nin CK-ya 3'ün 5'ədir. O zaman bura 3K deyirəm. Bura 5K deyirəm. Hə, gəldik ən əsas yerə. Diqqətlə bax. 10, 2 bizə 3K-nı verir. Yəni 10 üstə gəl 2x bizə 3K-nı verir. Daha sonra 10, 5x bizə 5K-nı verir. 10 plus 5x bizə 5K-nı verir. Bunları alt-alta çıxsam, onları gedəcək. Buradan 5x'dən 2x çıxanda 3x, 5K'dan 3K'nı çıxanda 2K edəcək. İndi burada nə anladın? 3x 2K'ya bərabərdir. Bax, diqqətlə qulaq as. O zaman x'imizə buradan 2t, K'mıza buradan 3t desək olar mı? Bax, görsən eyni alınmadı. X'ə 2t deyəsən, K'ya 3t yaz yerinə. X'ə 2t demisən. X'in yerinə 2t yazanda 4t bura eləyir. X'in yerinə 2t yazanda 10t bura edir. Tamam mı? X'ləri yazdıq. K'nın yerinə də 3t yaz. K'nın yerinə 3t yazanda 15t bura edir. K'nın yerinə neçə t idi o? 3t yazanda 3 də buradaydı. 9t edir. Vəssalam. 9t'nin 4t'sini bura verdinsə nə qədər qalar? 5t burada qalar. 15t'nin 10t'sini verdinsə 5t də burada qalar. 5t'miz 10'dursa t'miz neçədir? T'miz 2'dir. 2 dəfə 4'üm 8 bura edəcək.
2 dəfə 10'um 20 də bura edəcək. Məndən AB-ni soruşur. AB uzunluğu olacaq toplamda 28 santimetr. Düzgün cavabımız olacaq 28. Beləliklə də həndəsə əsas anlayışlarına test 1-in izahı yekunlaşdı. Növbəti videoda görüşənədək. Hələlik.